Mən bunu önəmini vurğulamaq istəyirəm və erkən müdaxilə 3 yaş altı. Hal-hazırda 3 yaş altı uşaqlarda psixiatrın, nevroloqun nəzarətində olan uşaqlar var ki, risk qrupası altındadır deyilir, autizm sözü deyilir və valideynlər çox panikaya düşürlər. Düzgün sistemlə, düzgün yanaşma ilə 3 yaş altında başlayan uşaqlarda 40% durumu, tipikləşmə durumu var. Yəni normal öz yaşıdlarından sistemli bir şəkildə davam edə bilər. Məktəbdir, universitetdir, ailə həyatıdır, sosial həyatdır. Bunu davam elətdirə bilər. Bu 40%-də çox böyük bir nəticədir, yəni müqayisə olunsa. Erkən müdaxiləni nəyə görə vurğulayıram? Çünki bəzi ailələr var ki, autizm nə olduğunu bilmir və yaxud uşaq danışmırsa, irəlidə danışar deyib heç bir mütəxəssisə müraciət etmir və yaş gəlir, çatır 4-5 yaş. Artıq bu gec olur və 4-5 yaşdan sonra müdaxilə etməklə 2-3 yaşda müdaxilə arasında çox böyük fərq var. İlla ki nəticə olur, illa ki düzəlməyə doğru nəticələr əldə edirik, amma 2 yaşda aldığımız uşaqla 5 yaşda aldığımız uşaq arasında fərq var.